Hə, Mehman, de görək. Birinci podiumda nə iş gördün? Birinci podiumda sürətlər qutusu. Yağ filtri. İkinci, tez-tezi. 4 motor sürətlər qutusu, yağ filtri dəyişmə. 3. Üçüncü sürətlər qutusu, yağ filtri dəyişmə. Bu maşın Mustang'da. Sanki Niyə bilmirsən? Yağ dəyişəcək. Sonra Explorer 3.5 motorda. onda pompa dəyişilir, bir də P9 səsi dəyişilir. Yaxşı, orada burnunun ucu görsənən maşın var, nömrəsi tam düşməyib. Ona nədir? Onda mühərrik problemidir, sökürük hal-hazırda. Və son bölümdə? Onun böyründə olan maşını, onda da mühərrik problemidir. Hə, o maşında zajqan problemi var. Başqa yerdə zajqan səhv vurublar. Sonra axırıncı maşında nədir? Ağsaqqal maşında. Bardovda. Onu mən bilmirəm. Onda yağ axıtma var. Ondan sonra orada bir dənə Bardov var. O nədir? O da mühərrik problemidir. O motorunda. Ha. Onun böyründəki nə maşındır? Ağ maşında. Ağ maşında Yaxşı, Escape-də nə problem var? katalizator sistemi. Escape daçikdir. Katalizat daçikdir, amma paduškası da var da. Bir də paduška. Naklatka da dəyişəcək, aporlar da dəyişəcək. Bir də bu da Bu Explorer-də nədir? bu 4 motor Explorer mühərrik problemidir. Mühərrikini sökmüşük. Onun böyründəki nədir? Motor yığılır. Onda da mühərrik yığılır. Bəs Fuad nəyə söküb? Fuaddakı peçin radiatoru. Sonra qaldı. Hələ ki bunlardır. Heç nə. Aporlar endirimdədir. Neçədir? Aporların tütü cəmi 150 manat. Heç nə. Gəlin alın.